Hazırda Bakıda və bir sıra bölgələrdə güclü külək əsir. Temperatur 5-10 dərəcə enib. Bugün üçün, yəni fevralın 4-də Bakıda və Abşeron yarımadasında küləklə bağlı sarı xəbərdarlıq verilib. Xızı, Quba, Qusar, Şabran, Xaçmaz, Siyəzən, Mingəçevir, Qazax, Ağstafa, Tovuz, Şəmkir, Samux, Gəncə, Naftalan, Goranboy, Kəlbəcər, Qobustan, Daşkəsəndə isə narıncı xəbərdarlığa uyğun olaraq küləyin sürəti saniyədə 28 metrə qədər çatır. Ümumiyyətlə, bugündən ayın 7-sinədək Bakıda yağıntılı olacaq. Bugün yağıntılar intensiv olacaq. 5-nə keçən gecə isə Bakıda sulu qar yağacaq. Rayonlara gəlincə, ayın 7-sinədək yağıntılı olacaq, qar yağacaq. Dağlıq və dağətəyi rayonlarda yollar buz bağlayacaq. Yol polisi Fövqəladə Hallar Nazirliyi də qeyri-sabit hava ilə bağlı əhaliyə müraciət edib. Yolların buz bağlamasını, dumanı nəzərə alaraq uzaq yola çıxan sürücülər ehtiyatlı olsunlar. Eyni zamanda güclü küləklə bağlı təhlükəsizliyə də diqqət etmək vacibdir.